Salam, hər vaxtınız xeyir olsun. Bizə belə bir ifadə verib, bunun hesablanmasını istəyir bizdən. Gəlin yazalım. Kök altında bu iki ifadəni bir kökün altında yaza bilərik də biz. 11 minus kök altında 21 vurulsun mötərizənin içində. Mötərizə 11 plus kök altında 21. Bu şəkildə yaza bilərik. Bir kökün altında. Bərabərdir. Bu bizdə 11'in kvadratı minus kök altında 21'in kvadratını verir. Elə. Bərabərdir. 11'in kök altında 11'in kvadratı 11'in kvadratı minus kök altında 21'in kvadratı. Bərabərdir. 11'in kvadratı eləyir 121. Kök altında 121. Minus 21'in kvadratı. Kök altında 21'in kvadratından da kök gedəndə qalır elə 21. Bu da bərabər bir kökün altında. 121'den de 11 çıxanda qalır 100. Kök altında 100 daha doğrusu. 100. 100'den de 10 çıxır.